Rəhman, bax, belə deyək də, gəl götürək fəsillər üzrə. Bax, məsəl üçün, yayda, yaz, payız, qış, hara insanlar daha çox hansı istiqamətlərə gedirlər? Yəni, Azərbaycanlarda nəzərdə tuturam da, mən hara gedirlər? Valla, sözün açığı, istirahətdə birincisi, məsələn, istirahətə gedən insan nəyi görmək istəyir, o maraqlıdır. Yəni, əsas sual yaranır, nəyi görmək istəyirsiniz? Belə deyək, ən çox da belə axtardıqları şey, tək Azərbaycan cəmiyyətini demirəm, məsələn, bütün dünya üzrə təcrübəmiz onu göstərir ki, öz ölkəsində nə yoxdursa, insanlar onu görmək üçün səyahət edirlər. Belə deyək, məsələn, Rusiyada dəniz yoxdur da. Yəni, ancaq meşədir, göldür, çaydır, məsələn. Ona görə, məsələn, belə deyək, bu dəniz qırağı istirahət kurortlarına gedəndə baxırsan ki, belə deyək, bu Ərəbistan tərəfdən, Ərəbistan yarımadası tərəfdən gələnlər ancaq hovuzun ətrafında istirahət edirlər, amma Rusiyadır, Ukraynadır bu tərəfdə. İndi Ukraynada bəzi cənub bölgəsində var. Rusiyadan gələnlər ancaq dənizdə, yəni. Heç hovuzdan qəti olaraq demək olar ki, istifadə edəmirlər. Rəhman, indi bir dənə məsələ odur ki, bizdə bu dediklərin hamısı var. Hamısı var. Əslində o dediklərimizin hamısı var deyənə, o, məsələn, o insanların o istirahətə getməməyini yönləndirən bir səbəblərdən biri də odur. Maşallah, ölkəmiz belə deyək də, Allah bizə hər şeyi qismət eləyib, həm dağımız var, həm meşəmiz var, həm tarixi abidələrimiz var, həm dənizimiz var. Dənimiz var, çay var, hər bir şey, göl var. Görə biləcək hər şey. Ən çox bizim insanımız mədəniyyət axtarır. Məsələn, qırağa gedəndə fərqli mədəniyyətləri görmək, fərqli mətbəxi görmək maraqlı gəlir. Dil bariyeri biraz qarşısını alır, ona görə yönəlirlər ən çox Türkiyəyə getməyə. Çünki qardaş ölkəyik, dilimiz eynidir, dinimiz eynidir. Mədəniyyətimiz çox yaxındır, mətbəximiz yaxındır. Şəxsiyyət vəsiqəsini götürür. Əsas şərt də odur, şəxsiyyət vəsiqəsi götür, min samolyota getdik ora. Yox, əslində çox rahatdır. Mən bilən, Azərbaycanın ən böyük axın da, belə deyim də, statistika üzrə Türkiyədir. Ən böyük axın Türkiyədir, birinci yerdə Türkiyədir. Amma belə deyim də, alternativ olaraq, məsəl üçün, Türkiyəyə alternativ olaraq digər hansı bölgələrə gedir, hansı yerlərə gedirlər? Türkiyə alternativ olaraq yayda. Yayda deməli, yay ərzində, belə deyək, mövsümi uçuşlar olur. Montenegroya, Avropanın, Azərbaycan vətəndaşları üçün vizasız rejimdə olan bir ölkədir. Yəni, gözəl təbiəti var, fərqli bir istirahət təqdim eləyir, dənizi çox gözəldir. Məsələn, ən çox oranı seçirlər. Biraz isti olsa da yenə də seçimləri Misirdə qalır, kurort bölgəsi Şarm-el-Şeyx, orada Azərbaycan vətəndaşları üçün vizasızdır. Yəni, vizasız olmaq şərti elə bil ki, daha çox insanları cəlb edir. Artıq sənədləşməyə, istirahətə gedən adam rahatlıq axtarır. Yəni, bu viza ilə, belə deyək, məşğul olub artıq vaxt itirmək istəmirlər. Əslində biz viza mövzusuna toxunacağıq sonra. Sonra hansı istiqamətlər var? Yayda Gürcüstan seçiləndir. Daha çox, bəli, Qaradəniz sahilindəki o Batumi şəhəri, kurortunu daha çox seçirlər. Sonra, məsələn, İndoneziyada Bali var. Bəli, tropik cənnət, yəni, yeryüzünün tropik cənnəti sayılır ora. Oranı çox seçirlər. Avropaya üst tutanlar olur, belə deyək, Aralıq dənizi sahilləri, məsələn, Fransanın cənub sahilləri, İtaliyanın cənub sahilləri, buraları seçirlər əsasən. Yəni, Azərbaycanda əsas bu 5 istiqamət, əsas seçilən istiqamətdə mən belə başa düşürəm. Yayda, belə desək, əsas üstünlük oralara verilir, o istiqamətlərə verilir.